Bismillahirrahmanirrahim. İslam aleminin 4 en büyük bayramlarından biri olan Qədirxum bayramı münasibətilə hər birinizi təbrik edirəm. Allah bizləri Həzrət Əmir əleyhissalamın vilayətində sabit qədəm qərar versin inşallah. Qədirxum bayramı İslamın ən əzəmətli bayramlarından biridir. Çünki Allahın sonuncu peyğəmbəri, peyğəmbərliyin onunla tamam olduğunu Allah tərəfindən bildiyinə görə və son həcc səfərindən qayıdarkən müsəlmanlara İslamın ən axırıncı tapşırığını elan etdi. Allah hüccəti özündən sonra dinin təbliğatçısı, dinin davamçısı, dinin qoruyanını bütün bəşərə elan elədi. Əlbəttə, Quran-ı Kərimdə bunun barəsində bizim dəlillərimiz varmı? Adətən insanlarımız bəzi hallarda deyirlər ki, biz yalnız Qurandan dəlillər istəyirik. Birincisi budur ki, Allah Müteal Həzrət Musa əleyhissalamı Tura göndərərkən ayə-i şərifədə buyurur və va'adna Musa salasinə leylətən və atməmnahu bi'əşrin fətəmmə miqatu rabbihə 40 leylə və qalə Musa li əxihi Harun uxlufni və asli və la təttəbi səbiləl mufsidin. Biz Həzrət Musa ilə 30 günlük vədələşmişdik. Amma daha 10 gün əlavə edərək 40 gecə və gündüzlə bunu tamamladıq. Həzrət Musa qovmunu tərk edərkən öz qardaşı Haruna dedi ki, qardaşım Harun, insanların içində xəlifə olaraq sən qalacaqsan və onların islahı ilə məşğul olacaqsan və nə badə yolunu azmışlara uymuş olasan. Quran bizə bunu göstərir ki, Allah elçiləri, Allah peyğəmbərləri hətta 30 günlük, 40 günlük öz cəmiyyətlərini tərk edirlərsə, o zaman mütləq özlərinə əvəz edici, insanları hidayət edici bir nəfəri mütləq ora təyin edirlər. Necə ola bilərdi ki, Allah Rəsulü ömürlük insanları tərk edirdi, o zaman özündən sonra bir xəlifə təyin etməyəydi. Bəli, Qədirxum günündə sonuncu həcc ziyarətindən qayıdarkən əziz peyğəmbərimiz 120 minlik müsəlmanı, səhabəni bir araya cəm eləyərək məşhur bir kəlamı, mən kuntu mövla fəaliyyum mövla kəlamını orada müsəlmanlara elan elədi. Mən kimin mövlasıyam? Əli də onun mövlasıdır. Ki, bunun da Maidə surəsində 2 ayə ilə təsdiqi var. Onlardan biri, ya eyyuhər rəsul, bəlləq ma unzilə iləykə min rabbik, fə in ləm təfəl və ma bəlləqdə risalətəhu. Ya Rəsulum, o şey ki, biz sənə tapşırmışıq, onu elan et. İslamın bütün hökmlərini elan etmirsən, amma sonuncu və əsas qayəsi qalıb İslamın. O da Allahın yer üzərində səndən sonra olan hüccətidir, xəlifəsidir. Onu da elan et və insanlar tanısın, bilsin, bütün müsəlmanlar burada olmuşkən və qorxma ginən, biz buna görə səni qoruyacağıq. Görsənən bu idi ki, Allah Rəsulü buna görə narahat idi. Qohumluq bağlarına görə insanlar etiraz edə bilərdilər və həqiqətdə də bu belə oldu. Və bunun elanından sonra Allah Müteal burada Əl-yevmə əkmaltu ləkum dinikum. Biz bugün sizin dininizi kamil etdik və ətmamtu aleykum ni'məti. Və bu günləri biz nemətlərimizi siz üçün tamamladıq. Demək ki, Allahın bizə bəxş elədiyi nemətlərin içində ən böyük nemət təbii ki, imamətdir, xilafətdir, Allah hüccətləridir ki, Allah bu nemətlə bizləri müjdələdi. Allah Rəsulü orada bir kəlmə dedi. Dedi, bunu eşidənlər eşitməyənlərə çatdırsın. Yəni, boynumuzda bir haqq qoyub ki, bunu bugün eşidənlər də, bundan sonra, bizdən sonra gələn nəsillər də eşidənlər özlərindən sonrakılara mütləq çatdırmalıdırlar. Bu münasibətlə əziz Peyğəmbərimizin tövsiyə və tapşırığına əməl edərək biz də qısa şəkildə bunu sizlərə bəyan etdik. Bayramınız mübarək olsun. Allah bizləri Həzrət Əmir əleyhissalamın vilayətində sabit qədəm eləsin.